Salamlayıram. Bu gün sizinlə həqiqətən çox həyati, vacib bir mövzunu, xüsusi vəziyyətlərdə reanimasiyanı dərinliyinə enəcəyik. Əlimizdə də çox təzə bir sənəd var. Amerika Ürək Assosiasiyasının, yəni AHA-nın 2025-ci il üçün kardiopulmonar reanimasiya, KPR və təcili ürək-damar baxımı üzrə ən yeni təlimatları. Bu təlimatlar düzdür, əsasən Şimali Amerikadakı tibb işçiləri üçündür, amma içində elə məqamlar var ki, hamısı üçün önəmlidir. Yəni, söhbət o hallardan gedir ki, ürək dayanması və ya başqa kritik bir vəziyyət yarananda standart yanaşmalar bəs eləmir, xüsusi bir şeylər etmək lazım gəlir. Gəlin baxaq bu təlimatlarda nə kimi yeniliklər var. Bəli, düz vurğuladınız. Reanimasiyanın əsasları, necə deyəm, təməl prinsipləri dəyişməyib. Ürək dayanmasını tez tanımaq, keyfiyyətli ürək masajı, yəni KPR etmək, defibrilyasiya lazım olanda tənəffüsü təmin etmək və əlbəttə səbəbi aradan qaldırmağa çalışmaq. Amma elə hallar var ki, məsələn, ağır allergiya, yəni anafilaksiya, sonra hamiləlik, zəhərlənmələr, ya da tutaq ki, COVID kimi yüksək yoluxucu xəstəliklər. Bax, bu vəziyyətlərdə standart qaydalara bəzi əlavələr, bəzən dəyişikliklər etmək lazım gəlir. Bugün məhz bu xüsusi, bəzən çox çətin hallara baxacağıq. Məqsədimiz də odur ki, sizinlə bu mənbəni analiz edək, ən kritik nöqtələri anlayaq. Yeri gəlmişkən onu da deyək ki, bu tövsiyələrin çoxu böyüklərlə bağlı araşdırmalara söykənir. Amma uşaqlarla bağlı məlumat varsa, onlara da toxunacağıq əlbəttə. Təəssüf ki, bəzən uşaqlar üçün xüsusi data, yəni məlumat az olur, onda da həkimlər məcbur olub böyüklər üçün olanları uşaqlara uyğunlaşdırırlar. Gəlin elə birinci xüsusi haldan anafilaksiyadan başlayaq. Bu, çox sürətli, həyatı təhlükəyə atan ağır allergik reaksiyadır, bilirsiniz. Bəs əgər anafilaksiya o qədər güclü olsa ki, ürək dayansa, nə etməli? Standart KPR gedir, amma əlavə nə etmək olar? Bu çox vacib sualdır. Çünki anafilaktik şokda damarlar kəskin genişlənir, maye damardan kənara çıxır. Nəticədə təzyiq kəskin düşür. Ona görə də təlimatlar deyir ki, belə halda sürətlə venaya, yəni IV, izotonik mayələr köçürmək faydalıdır. Bu, qan həcmini artırmağa kömək edir. Bəs adrenalin necə? Adətən anafilaksiyada bilirik ki, birinci kömək əzəliyə iynə vurmaqdır, epipen kimi avtoinjektorlarla, ürək dayanmasında da bu işə yarayır. Baxın, burada çox kritik bir fərq var. Təlimatlar deyir ki, standart anafilaksiya müalicəsindəki əzələdaxili adrenalin dozaları ürək dayanması olanda çox güman ki, effektiv olmayacaq. Necə yəni? Niyə? Çünki ürək dayananda qan dövranı demək olar ki, yoxdur ya da çox zəifdir. Əzələyə vurulan dərman qana ya çox geç keçir, ya da çox az miqdarda. Bu da ürəyi işə salmaq üçün, necə deyim, yetərli deyil. Ona görə ürək dayanması varsa, adrenalini birbaşa venaya, yəni IV ya da sümük daxili IO vurmaq lazımdır. Yaxşı, bəs əgər xəstə standart müalicəyə, hətta vena daxili adrenalinə də cavab vermirsə, xüsusilə də bəzi ürək dərmanları, məsələn, beta-blokatorlar qəbul edirsə, vəziyyət necə olur? Düzdür, beta-blokatorlar adrenalinin təsirini azalda bilir. Əgər belə bir şübhə varsa və müalicə cavab vermirsə, təlimatlar glukagon deyə başqa bir dərmanı nəzərdən keçirməyi təklif edir. Glukagon yəni fərqli yolla ürəyə təsir göstərir. Ən ağır, heç nəyə tabe olmayan refrakter deyirik, belə hallarda isə ekstrakorporal membran oksigenasiyası, qısaca ECMO, yəni o qanı kənarda oksigenləşdirən aparat var. Onu da bir variant kimi düşünmək olar. Amma onu da deyim ki, anafilaksiyada ECMO ilə bağlı sübutlar hələ çox azdır, əsasən tək-tək uğurlu hallar bildirilir. Keçək bir başqa aktual məsələyə. Pandemiya kimi yüksək yoluxucu tənəffüs xəstəlikləri yayılanda reanimasiya. Burada əsas məsələ həm xəstəyə kömək etmək, həm də kömək edənlərin yoluxma riskini minimuma endirməkdir. Təlimatlar bu balansı necə qorumağı tövsiyə edir? Bu çox çətindir, əlbəttə. Təlimatlar ürək masajını, kisə maska ilə nəfəs verməni, defibrilyasiyanı, ağızdan mayəni çəkməyi, suctioningi, sonra nəfəs borusuna boru qoymağı, intubasiya, bunların çoxunu aerozol yaradan prosedur, AGP hesab edir. Yəni havaya xırda damcılar yayılır. Bəli, məsələ, virus daşıya bilən çox xırda damcılar, hissəciklər. Bu da, məsələn, COVID kimi virusların reanimasiya heyətinə keçmə riskini artırır təbii ki. Bu nəzəriyyədir. Bəs praktikada, real həyatda vəziyyət necədir?
Risk doğrudan o qədər böyükdürmü? Qorunmaq olurmu? Maraqlıdır ki, bir neçə böyük araşdırma göstərdi ki, əslində fərdi qoruyucu vasitələrdən, yəni o maska, eynək, xalat, əlcəkdən düzgün istifadə edən heyət arasında COVID-ə yoluxma səviyyəsi çox aşağı olub. Bu da o FGV-lərin effektivliyini göstərir. Ona görə təlimatlar çox qəti deyir. Belə prosedurlarda heyət mütləq yüksək qoruyuculuqlu respirator, məsələn N95, göz qoruyucusu, əlcək və xalat geyinməlidir. Olunur, bir neçə vacib məqam var. Məsələn, intubasiya zamanı, yəni boru qoyanda videolaringoskop istifadə etməyə üstünlük verilir. Bu cihazda kiçik kamera olur, həkim biraz aralıdan dayanıb ekranda görür nəfəs yolunu, təmas azalır. Süni tənəffüs aparatlarında HEPA filtrlər, yəni o yüksək effektivlikli hava filtrləri istifadə etmək də güclü tövsiyədir. Otaqda adam sayını minimumda saxlamaq da vacibdir. Mexaniki KPR cihazları, yəni ürək masajını avtomatik edən qurğular da faydalı ola bilər. Heyətin sayını azaldır, təması azaldır. Aha. Amma bir şey var ki, onu tövsiyə etmirlər. Bunlar o şəffaf intubasiya qutularıdır. Araşdırmalar göstərib ki, onlar aerozolu effektiv saxlamır, əksinə intubasiyanı çətinləşdirə bilər. Başa düşdüm. Deməli, o qutuların heç bir faydası yoxdur. Təlimatlar elə deyir ki, hətta mane. Mane olur hətta. Bəli, intubasiyanı çətinləşdirir, ləngidir. Yaxşı, infeksiyalardan keçək tam fərqli bir vəziyyətə, hipertermiyaya. Yəni bədən temperaturunun həddən artıq təhlükəli dərəcədə qalxması. İsti vurma zamanı, bəzi zəhərlənmələrdə 40 dərəcə və yuxarı ola bilər. Bu, həqiqətən ölümcül ola bilər. Belə vəziyyətdə birinci nə etmək lazımdır? Əsas prinsip çox sadədir. Sürətli soyutma. Dərhal. Həyati təhlükəsi olan hipertermiyada, yəni temperatur 40 dərəcədən yuxarı olanda, xəstə dərhal və sürətlə soyudulmalıdır. Təlimatlar hətta ideal sürət də verir. Dəqiqədə ən azı 0,15 dərəcə. Gecikmək olmaz. Bəs ən yaxşı soyutma üsulu hansıdır? Məsələn, sahədə, idman yarışında ya da xəstəxanada nəyə üstünlük verilməlidir? Araşdırmalar göstərir ki, ən sürətli və effektiv üsul xəstənin buzlu suya salmaqdır. Temperaturu təxminən 1-5 dərəcə olan suya. Təlimatlar bunu digərlərindən üstün tutur. Amma bu həmişə mümkün olmur axı. Düzdür. Həmsi olmur. Onda ilıq suya, təxminən 18-17 dərəcə suya salmaq ya da xəstəni yaş, soyuq mələfəyə büküb üstünə davamlı soyuq su tökmək. Bunlar da yaxşı alternativlərdir. Əsas məsələ temperaturu mümkün qədər tez salmaqdır. Soyutmanı nə vaxt dayandıraq? Birdən çox soyudarıq və bir də o dantrolen dərmanı var. Onun rolu nədir? Aktiv soyutmanı temperatur təxminən 38-16 dərəcə, 101.5 Fahrenheit ətrafına düşəndə dayandırmaq lazımdır. Çünki sonra da temperatur biraz düşməyə davam edə bilər. Hipotermiya, yəni həddən artıq soyuma riski var. Dantrolen məsələsi isə çox önəmlidir. Bəli, dantrolen maligni hipertermiya deyilən çox nadir, amma təhlükəli bir anesteziya reaksiyasında həyat qurtarır. Amma təlimatlar qəti şəkildə deyir ki, isti vurma, infeksiya, başqa zəhərlənmələrdən yaranan hipertermiyada dantrolen faydalı deyil. Bunu ayırd etmək vacibdir. Uşaqlar üçün tövsiyələr də əsasən böyüklərdən götürülür. İndi daha həssas, mürəkkəb bir mövzuya keçirik. Hamiləlikdə ürək dayanması həm ana, həm döl üçün çox kritik vəziyyətdir. Standart KPR-yə nə kimi əlavələr, dəyişikliklər edilir? Bəli, hamiləlik özü fizioloji dəyişikliklər yaradır. Bunları nəzərə almaq şərtdir. Əsas prioritetlər yüksək keyfiyyətli KPR ilə yanaşı 2 modifikasiyadır. 1. Hava yolunu tez təmin etmək, intubaziya. 2. Əgər hamiləlik təxminən 20 həftədən çoxdursa, yəni uşaqlıq göbək səviyyəsində və ya yuxarıdadırsa, uşaqlığı əllə sola doğru çəkib saxlamaq. Buna uşaqlığın sola manual yer dəyişməsi, LUD deyilir. Uşaqlığı sola çəkmək nəyə görə lazımdır? Çox sadə, amma həyati bir səbəbi var. Böyümüş uşaqlıq ananın arxasındakı böyük qan damarlarına, aortaya və xüsusilə aşağı boş venaya basır. Bu təzyiq aortokaval kompressiya deyirik. Ürəyə qayıdan qanı kəskin azaldır. KPR-in effektivliyini salır. Uşaqlığı sola çəkməklə o təzyiqi aradan qaldırırıq, qan dövranı yaxşılaşır, KPR-in uğur şansı artır. Bu çox güclü tövsiyədir. Başqa bir vacib məqam da var, reanimativ doğuş. Köhnə adıyla perimortem keysəriyyə. Çox dramatik səslənir. Nə vaxt, necə edilməlidir? Bəli, bu kritik müdaxilədir. Zamanlama həlledicidir.
Təlimatlar deyir ki, əgər ürək dayanmasından 4 dəqiqə keçibsə və anada spontan qan dövranı bərpa olunmayıbsa, ROSC yoxdursa, dərhal reanimativ doğuşa başlamaq lazımdır. Məqsəd nədir? Doğuşu ürək dayanmasından sonraki 5-ci dəqiqəyə qədər tamamlamaq. Çox vacib bir nüans da var. Bu prosedur mümkün qədər tez, ideal olaraq elə hadisə yerindəcə, məsələn, təcili yardım otağında aparılmalıdır. Xəstəni əməliyyat otağına aparmaq üçün vaxt itirmək tövsiyə edilmir, çünki bu həm KPR-i pozur, həm doğuşu gecikdirir, bu da həm ananın, həm də potensial sağ qala biləcək dölün şansını azaldır. Hamiləlikdə reanimasiya ilə bağlı başqa hansı xüsusi məqamları bilməliyik? Nələrsə var əlavə? Var, bir neçə məqam da var. Əgər standart müalicə kömək etmirsə, ECPR, yəni reanimasiya zamanı ECMO istifadəsi nəzərdən keçirilə bilər. Kateterləri qoyanda IV ya da IO yuxarı ətraflara, yəni qollara üstünlük verilir. Aşağı ətraflara, ayaqlara yox. Niyə məhz qollara? Yenə həmin o kartokaval kompressiyaya görə. Aşağıdan vurulan dərmanlar sıxılmış damarlara görə mərkəzi dövrana yaxşı çatmaya bilər. Başqa bir şey, əgər qadın preeklamsiya üçün maqnezium sülfat alırkən ürəyi dayanıbsa, kalsium vermək faydalı ola bilər. Maqneziumun təsirini neytrallaşdıra bilər. Və nəhayət praktiki bir şey. Ürək dayananda dölün ürək döyüntüsünü göstərən monitorlar varsa, onları dərhal çıxarmaq lazımdır. O anda dölü monitoring etmək faydasıldır, ancaq ananın reanimasiyasına mane olur ancaq. Bütün diqqət anada olmalıdır. Aydındır. İndi bir başqa ciddi problemə opioid doza həddinin aşılmasına toxunaq. Təəssüf ki, bu həm dünyada, həm bizdə aktual problemdir. Əgər kimsə opioid istifadəsindən nəfəs almırsa, amma nəbzi hələ vurursa, ilk yardım necə olmalıdır? Baxın, belə vəziyyətdə tənəffüs dayanıb, amma ürək hələ işləyir, təlim keçmiş xilasedici üçün birinci iş dərhal nəfəs dəstəyi verməkdir. Ağızdan ağza ya da kisə maska ilə. Eyni zamanda mümkün qədər tez opioidlərin təsirini bloklayan dərman, yəni nalokson, məsələn narcan kimi tanınır, onu vermək lazımdır. Hər ikisi nəfəs dəstəyi və nalokson güclü tövsiyədir. Adi insanlar üçün isə, əgər şübhə varsa ki, opioidlərdən bağlıdır, şəxs huşsuzdur, normal nəfəs almır, dərhal təcili yardım çağırmaq, KPR-ə başlamaq və əgər əldə nalokson varsa, onu vermək lazımdır. Bəs vəziyyət daha ağırdısa, yəni tam ürək dayanması baş veribsə opioidlərdən, KPR gedərkən nalokson verməyin mənası varmı? Bax, bu hazırda, necə deyim, çox müzakirəli məsələdir. Təlimatlar da bu qeyri-müəyyənliyi göstərir. Bəzi araşdırmalar deyir, bəlkə faydası var, bəziləri deyir, fərq yoxdur, hətta narahatlıq yarada bilər. Ona görə təlimatlar belə deyir, əgər şübhəli opioidlərlə bağlı ürək dayanmasıdırsa və nalokson vermək yüksək keyfiyyətli KPR-ə mane olmayacaqsa, onda onun tətbiqi nəzərdən keçirilə bilər. Əsas məsələ KPR-ə mane olmamaqdır, yəni. Bəli, əsas vurğu oradadır. Çünki ürək dayanmasında mütləq prioritet 1 saniyə itirmədən KPR-ə başlamaq və davam etməkdir. Unutmayaq ki, nalokson özü ürəyi işə salmır. O beynə çatıb təsir etməlidir. Bunun üçün qan dövranı lazımdır. Yəni KPR olmasa, nalokson işləməyəcək. Naloksonu kimlər vura bilər və sonra nəyə diqqət etmək lazımdır? Xoşbəxtlikdən indi nalokson bir çox yerdə təkcə tibb işçiləri yox, həm təlim keçmiş iş yardımçılar, hətta adi insanlar üçün də əl çatandır. Məsələn, burun spreyi şəklində. Bu çox vacibdir. Çünki vaxtında vurulan nalokson həyat qurtarır. Amma bir şeyi unutmaq olmaz. Naloksonun təsiri bəzi opioidlərdən qısa çəkə bilər. Yəni adam ayılır, amma bir müddət sonra yenə tənəffüsü dayana bilər. Ona görə naloksona cavab verən hər kəs mütləq xəstəxanada müşahidədə qalmalıdır. Və daha bir çox vacib tövsiyə. Opioid doza həddini aşdığı üçün müalicə alan hər kəsə, uşaqdırsa valideyninə, xəstəxanadan çıxanda nalokson dəsti verilməli və necə istifadə etmək öyrədilməlidir. Bu, gələcək hadisələrin qarşısını almaq üçün çox önəmlidir. İndi daha spesifik, amma sayı getdikcə artan bir xəstə qrupuna son mədəcik yardımçı cihazlar, yəni LVAD olanlara keçək. Bunlar ağır ürək çatışmazlığında ürəyə kömək edən, bədənə qoyulmuş mexaniki pompalardır. Əgər belə cihazı olan xəstədə ürək dayanması olsa, KPR etmək olar,
Bəzən qorxurlar ki, cihaz zədələnər. Hə, bu praktikada çox rastlanan bir tərəddüddür. Amma yeni təlimatlar buna çox aydın cavab verir. Əgər Elvadlı xəstə uşsuzdursa və qan dövranı əlamətləri yoxdursa və ya çox zəifdirsə, ürək masajı mütləq edilməlidir. Hətta cihaz zədələnsə belə. Risk çox azdır. Keçmişdəki bəzi araşdırmalar KPR alanlarda daha pis nəticə göstərsə də, indi düşünülür ki, səbəb ya KPR-in gec başlanmasıdır, ya da o xəstələrin vəziyyəti onsuz da çox ağır olub. Cihazın zədələnməsi riski KPR etməməyin ölüm riskindən qat-qat aşağıdır. Hətta təlimatlar deyir ki, cihazla bağlı problemləri, batareya qurtarıb, kabel çıxıb, yoxlayanda belə eyni zamanda KPR-ə başlamaq düşünülə bilər. Yəni, KPR-i ləngitməmək lazımdır. Bəs LV-AD olan xəstədə qan dövranının olub-olmadığını necə bilək? Deyəsən onlarda normal nəbz olmur? Tamamilə doğrudur. Çox vaxt bu cihazlar davamlı axın yaratdığı üçün nəbz hiss olunmur. Ona görə huşsuzluq və digər əlamətlərə normal nəfəs yoxdur, dəri solğun, soyuqdur, baxmaq lazımdır. Cihazın özünün işlədiyini yoxlamaq da vacibdir. Qulağı sinəyə, qarına yaxınlaşdırıb, o mexaniki vızıltını, xım, eşitməyə çalışmaq olar. İdarəetmə panelində həyəcan siqnalı varmı, kabil yerindədirmi, enerji mənbəyi qoşuludurmu, bunları yoxlamaq lazımdır. Təzyiqi adi manjitlə ölçmək çətin olur, Doppler cihazı ya da arterial kateter varsa, onlar daha dəqiq göstərir. Təlimatlar bu addımları ardıcıl izləyən bir alqoritmin istifadəsini faydalı sayar. Növbəti xüsusi hal – hiperkalemiya, yəni qanda kaliumun təhlükəli yüksəlməsi. Bu xüsusən böyrək xəstələrində olur, ürək dayanmasına səbəb ola bilir. Belə hallarda tez-tez venaya kalsium ya da natrium bikarbonat vururlar. Təlimatlar buna necə baxır? Bu da çox yayılmış praktikadır, amma təlimatlar burada biraz, necə deyim, ehtiyatlıdır. Qeyd olunur ki, şübhəli hiperkalemiyadan olan ürək dayanmasında vena daxili kalsium və ya natrium bikarbonatın insanlarda sağ qalmanı və ya yaxşı nevroloji nəticəni artırdığına dair möhkəm sübut yoxdur. Yəni, effektivliyi qeyri-müəyyəndir. Yəni, rutin olaraq vurmaq tövsiyə olunmur. Rutin, yəni həmişə istifadə tövsiyə edilmir. Amma bəzi hallarda həkimin qərarına əsasən nəzərdən keçirilə bilər. Belə çıxır ki, bu dərmanların rolu tam aydın deyilsə, hiperkalemiya şübhəsi olanda əsas diqqət nəyə olmalıdır? Var. Məsələn, insulin glukoza. Amma onların ürək dayanması zamanı verilməsinin faydası da KPR-i dayandırmaq riski ilə müqayisədə qeyri-müəyyəndir. Ürək dayanması olmayanda Alcor insulin glukozanı tövsiyə edir. Amma ürək dayanması varsa, prioritet həmişə KPR-dir. Beləliklə, bugün xeyli fərqli və çətin reanimasiya vəziyyətlərini müzakirə etdik. Aydın oldu ki, təməl prinsiplər eyni qalsa da, anafilaksiya, hamiləlik, pandemiya, zəhərlənmələr, LVD kimi cihazlar ya da hiperkalemiya kimi hallar standart yanaşmaya əlavə bilik, bacarıq, fərqli strategiyalar tələb edir. Tamamilə doğrudur. Bu təlimatlar ən yaxşı sübutlara əsaslanır. Amma gördüyünüz kimi, çox yerdə hələ də cavabsız suallar, bilik boşluqları var. Məsələn, hiperkalemiyada kalsiumun rolu, Elvad xəstələrində uzun sürən ürək dayanmasında ACPR-in faydası. Bunlar hələ tam aydın deyil. Hamiləlikdə ürək dayanması, xüsusən xəstəxanadan kənarda olanda və reanimativ doğuş üçün gecikmə riski olanda optimal strategiyalar hansılardır? Pandemiya vaxtı adi insanların KPR-i necə təhlükəsiz edə biləcəyi, bunlar hamısı daha çox araşdırma tələb edən vacib suallardır. Ümid edirik ki, bugünkü söhbətimiz sizin üçün faydalı oldu. Bu həyati vacib təlimatlardakı bəzi əsas yenilikləri, fərqli məqamları birlikdə nəzərdən keçirdik. Məqsədimiz sizi ən son məlumatlarla tanış etməkdir. Və bəlkə də bu söhbət sizi bir anlıq düşündürdü. Sizin yaşadığınız yerdə, işlədiyiniz kollektivdə, hətta ailənizdə bu danışdığımız xüsusi hallara, ağır allergiyaya, hamiləlikdə qəfil problemə, opioid zəhərlənməsinə, isti vurmaya nə dərəcədə hazırlıq var? Adi insanlar, tibbi təhsili olmayanlar belə vəziyyətlə qarşılaşanda nə etməli olduqlarını bilirlərmi? Necə daha effektiv və təhlükəsiz kömək edə bilərlər? Bu, təkcə həkimlərin yox, əslində hamımızın düşünməli olduğu bir məsələdir.